Hunların danışdıkları dil filoloqlar arasında mübahisə doğuran mövzulardandır. Ayrıca Hun dili ideyasından tutun, onların türk dillərində, monqol dillərində və İran dillərində danışdığı iddialarına qədər akademik mühitdə fərqli təkliflər var. Hazırki məqalənin müəllifləri isə Hunlarla Sionqların eyni dildə danışdıqlarını iddia etməklə yanaşı, bu dilin Yenisey dil ailəsinə aid Arin dili olduğunu da iddia edirlər. Araşdırmada Attilanın adını ilk dəfə Yenisey dilləri ilə izah edirlər. Buna qədər Attilanın adının həm türk, həm german dillərində izahı olmuşdu, amma Yenisey dilində ilk dəfə bu edilir və onlar bu adın qədim Arin dilindəki çevik, sürətli mənasını verən ati sözündən törədiyini və la şəkilçisinin sifətin dərəcəsini bildirdiyini irəli sürürlər. Son olaraq isə məqalənin müəllifləri qeyd edirlər ki, Altay Sayan dağlarının şimal-qərbindəki Yenisey hidronimləri və toponimlərinin əsasən Arin dilinə məxsus olduğu görülür. Və biz də tarixdə Hunların qərbə doğru köç etdiyini bildiyimiz üçün bu qərbə köç edənlər əslində Arin dilində köç edənlər idi ki, bu hidronimlər yalnız Arin dilindən izah oluna bilir və bu səbəbdən də bu köçlə Hunların qərbə doğru bildiyimiz hərəkəti tam olaraq üst-üstə düşür.